Salam, xoş gördük hər birinizi. Bu günləri qozlu, biskvitli tort hazırlayacağım. 2 korjdan ibarətdir. Biri olacaq kakaolu, biri ağ. Mənə lazımdır 5 ədəd yumurta, 1 stəkan şəkər, 1 stəkan un, vanil, qabartma tozu və kakao. Yumurtaları ayırırıq ağından. Yumurtaları əlbəttə ki yuyuruq. Yumurtanın ağını mikserlə qarışdırıram. Yumurtanın ağı köpükləndən sonra 1 stəkan şəkər tozumu əlavə edirəm və mikserlə qarışdırmağa davam edirəm. Mən sizin dəyərli vaxtınızı almamaq üçün bunu qısa-qısa sizə göstərirəm. Şəkər tozu tam əridi. Əlavə edirəm vanil və yumurtaların sarısını əlavə edirik. Və yenə də mikserlə bunu hamısını qarışdırırıq. 4-5 dəqiqə mikserlə qarışdırdım və un əlavə edirəm. Və qabartma tozu. Qabartma tozu 1 paket əlavə edərsiniz. Məndə qabartma tozu çeki iləndir. Mən ona görə qaşığın ucunda əlavə edirəm. Və bunu hamısını xəmirimizi qarışdırırıq. Asta-asta qarışdırırıq. Xəmirimiz hazırdır. Mən yumru formada hazırlayacağım korjları və əlavə edirik qabağa. Və sobada hazırlayırıq, hazır olana qədər. Hazır olması da ki çubuqla yoxlayırıq. İkinci korju hazırlayıram. Yenə də 5 yumurta, 1 stəkan şəkər, 1 stəkan un, qabartma tozu, vanil və bu səfər kakao əlavə edəcəm. Un əlavə edirəm. Mən hazırladım artıq xəmiri. Qabartma tozu əlavə edirəm və kakao əlavə edəcəm. 2 qaşıq. Və bunu astaca səliqəli hamısını qarışdırırım. İkinci korjumuzu da sobada hazırlayıram və birinci korjumuz da artıq hazırdır. Mən spiçka çöpü ilə yoxlayıram. Belə edirəm və gördüyünüz kimi qurudu. Demək ki, içi də hazır olub. Krem hazırlayıram. Onun üçün bizə lazımdır 1 litr süd, 200 qram şit yağı, 5 qaşıq un, 1 stəkan şəkər tozu və vanil. Sütə əlavə edirəm şəkərimizi. 5 qaşıq un, və bunu hamısını qarışdırırıq.
ve ocağın üstünde pişirmeye başlayırıq. Ocağın üstünde dayanmadan karıştırıram qatlaşana kimi. Siz de benimle öz reseptlərinizdən paylaşın. Siz qozlu tortu necə hazırlayırsınız? Komentariyalarda mənə yazın. Mənə çox xoşdur, siz mənə yazırsınız. Məsləhətlərinizi görürsünüz, reseptlərinizdən paylaşırsınız. Mən də çalışdığım qədər bildiyim reseptlərlə sizlə paylaşıram. Dəyərli vaxtınızı mənə ayırırsınız. Çox təşəkkür edirəm sizlərə. Artıq sütümüz başlayır qatlaşmağa. Və qatlaşandan sonra söndürüb qoyuruq biraz soğusun. Süt artıq ilıq olub və mən bura əlavə edirəm vanil və yağımızı əlavə edirik və yaxşı qarışdırırıq. Korjlarımız artıq hazırdır və korjlarımı iki hissəyə bölürəm. İti bir bıçaqla ortadan bölürəm. Gördüğünüz gibi içi tam pişib. Kafein rəngdədir və ağı da həmçinin iki hissəyə bölürəm. Tortu başlayırıq yığmağa. Birinci ağ korju qoydum və kremlayıram. Krem bərk deyil. Yay olduğu üçün mən həmişə belə kremdən istifadə edirəm. Və qoz ləpəsindən mən istifadə edirəm. Qoz ləpəsini doğramışam. Hardasa burada 250 qramdır. Və indi kakaolu korjumuzu üstünə əlavə edirəm. Kremlayırıq kakaolu korjumuzu da. Yine de qoz əlavə edirəm. Üçüncü korju da əlavə edəcəm. Yine kremlayıram və qoz əlavə edirəm. Artıq dördüncü korjumuzu əlavə etdim. Kremlayıram və qıraqlarını da kremlayacağım. Çok tatlı tort olur. Qıraqlarını da kremladım. Üstünü də və qoz ləpəsi ilə bəzədim tortumuzu. Siz zövqə görə bəzəyə bilərsiniz. Və 1 saatlıq qoyuruq soyuducuya. 1 saatdan sonra servis edə bilərik.